Xəbəriniz var, 5 kilo kökəlmişəm, 7 kilo arıqlamışdım, 5 kilosunu elə geri kökəldim. Və bu da otelimiz haqqındakı sonuncu videomdur. Otelimizin səhər yeməyini sizlərə göstərməmişdim. İstədim ki, onu da göstərib videonu yekunlaşdırım. Saat 7 ilə saat 10 arası səhər yeməyi davam edir və hər gün fərqli seçimlər olur. Düzdür, seçimlər elə də dəhşət bol olmasa da düşünürəm ki, kifayət qədər idi və çoxusu da xüsusən də pişidir, pankekdir, qaymaqdır, sucukdur, poğaça, simit, bunlar ən çox bəyəndiklərim oldu. Otelin nahar yeməyindən başqa digər ikisi də normal idi. Adətən bilirsiniz ki, Bodrumdakı otellərin çoxusu səhər yeməyi verir. 3 dəfə qidalanma verənlərin çoxusu da aşırı qiymətləri baha olur. Burada münasib deyil, ancaq onlara nisbətən qiymət daha yaxşıdır. Düzdür, otel qiymətləri də gün keçdikcə qalxır, amma yenə də düşünürəm ki, Bodruma getmək fikriniz olsa, Torbada yerləşən Duja Bodrum nəzərinizdə olsun, xüsusən də uşaqlı ailələr üçün məncə yaxşıdır. İsti yemək seçimləri səhər yeməyində elə də bəyənmədim. Pomidor yumurtadan başqa o birləri nə idi, heç mənə çatmadı. Otelimizdə bəyənmədiyim nüanslar internetin çox yerdə çəkməməsi və biz ilk gün gedəndə bir neçə təmizlik vasitələrini əksik qoymuşlar, ancaq xidmət yaxşı olduğu üçün yenidən gətirdilər. Çimərli yanında olan bu restoran isə tamamen komediya idi. Çünki menyuda nə yazılmışdısa, sanki yola verilmiş yeməklər gətirildi, biz yemədiyi balıqlara verdik. Nə Doritos Dip Bas, nə də ki Ruffles'ın bu manqal tadı heç bir yaxşı değildi. Pastane qismində də əyləşə bilərsiniz, orada da maraqlı şeylər olur. O qədər şəffaf və təmiz idi ki, balıqlar görünürdü. Otel otaqları mərkəzdən biraz uzaqda idi. Adam axşam gedib gələndə biraz qorxurdu. Onun üçün nəsə təşkil olunsa yaxşı olar.